Bazar günü keçəcəyim dərs üçün bu ilkin şeyləri bilməlisiniz ki, bazar günü biz dərs keçə bilərik. Uşaqlar, biz ədədin tək-tək rəqəmlərinə müraciət şəklimiz yəqin ki, yadınızdadır. Ta ki 247-nin 7-yə müraciət etmək üçün faiz ondan istifadə edirdik. 247-ni A ədədi götürə bilsək, desəm ki, A ədədidir. A faiz 10 bizə 7-ni alacaq. Sonra təzədən 24-ü almaq üçün A bərabərdir A tam bölmə 10 olacaq. Deməli, biz ədədin tək-tək rəqəmlərini almaq üçün bu düsturdan istifadə edəcəyik. Bizə deyir ki, ədədin rəqəmlərinin cəmini tapan proqram qur. Ədədi daxil edirəm. Tək bir ki, istifadəçi ədədi edən ədədini daxil edir. Düşürük aşağı. Ədədin rəqəmlərinin cəmi dediyinə görə mənim ədədimi müqayisə edirsiniz. Ədədimiz nə qədər ki, sıfırdan böyükdür, dövr davam etsin, düşsün aşağı. Hərdə nəyi almalıdır? Baxın, tək-tək. 247-nin 7-sini almalıyam. Tək-tək rəqəmlərin cəmi. Yazıram, A bərabərdir. A faiz 10. Düşürəm aşağı. 24-ün özünü almaq üçün nə edirəm? A bərabərdir A tam bölmə 10. 24-ün özünü aldım. Uşaqlar, indi mən bu 7-ni cəmləməliyim. 7-ni cəmləməyim üçün mən girişdə bir dənə S dəyişəni götürməliyəm və ona ümumiyyətlə cəmlə bağlı nə yazırıqsa başlanğıcda 0 götürürük. Yəni onu xatırlayaq. Hasillə bağlı nə yazırıqsa hasillə bağlı başlanğıcı 1 götürürük. Düşürəm aşağı. S bərabərdir. S üstə gəlinsin. Bu arada burada A yazmışam. K yazdım bunu. N-lə daxil etmişim. Üzürlü bilin yoxlayamışam. Bu da N olsun. N bərabərdir. N tam bölmə. K-nı götürürük. Çünki böldüm, 7-ni götürdüm. Üstünə gəlinsin K. Yuxarı qalxdığı zaman mən bunu çap eləsəm, S-i çap eləsəm, bu olur ədədin rəqəmlərinin cəmi. 247-də bax, K-da 7-ni aldım, düşdüm aşağı 24, 7-ni topladı S-ni. Qalxdı yuxarı 4 alacaq, 24-ü 10-a biləndə qalıb 4 düşəcək. K 4 olacaq. Sonra 24-ü 10-a bölən tam hissə 2, üstünə gələcəm bir dənə də 4. Qalxdı yuxarı, qalıq 2 olacaq. 2-ni 10-a böləndə qalıq. Yadınızda saxlayın. Böldüyüm ədəd var. Bu ədəd bundan kiçikdir. Bundan kiçikdir, düzdür. Bunun tam hissəsi 0 olur. Qalığı 2 olacaq. Faiz də qalıq deməkdir. Ona görə 2 götür. Burada da gəldi tam hissə 0 oldu. Plus 2 verir. Elə bax, bunun üstündə bizə sual da düşür ki, ədədin rəqəmlərini tərsinə çevirən proqram qurun. Tərsinə həm də nə deməkdir? Palindrom. Palindrom nədir? Tərsi və özü bir-birinə bərabərsə bu palindromdur. Deməli, gəlin buradan palindromu da yadımıza salmışım. Palindrom nə oldu? Palindrom ədədlər. Məsələn, 121 palindromdur. Həm sağdan sola, həm də soldan sağa eyni oxunursa. İndi əvvəlcə mən bunun tərsini olub-olmadığını yoxlamalıyam, tərsin. Ondan sonra palindroma çevirə bilərəm. Sırf bunun tərsini necə yaza bilərik? Bax, bu zaten cəmdir, düzdür? Cəmdir. Mən bu S-in yanına S bərabər S vurulsun 10 üstə gəlinsin K yazanda çevirirəm onu tərsinə. Bu ifadənin əvəzinə bu ifadəni yazanda tərs olur. Diqqət eləsəz, düşürəm. S-in başlanğıc qiyməti axı 0 vermişəm. 0 ona vuranda 0 üstünə 7 gəldi. Elədi. S-in qiyməti 7. Sonra 4-ü götürmüşdük də bayaq. K-nın qiyməti 4 oldu. Çünki ona böləndə qalıq 4 düşdü. N-in də qiyməti 2 oldu. 7-ni 10-a vurdu. 70. Üstünə 2 gəldi. Daha doğrusu 4, K-nın qiyməti 4. 74. Qalxdı yuxarı. K-nın qiyməti 2 oldu. N də oldu 0. Gəlir 74-ü 2-yə vurur. Daha doğrusu 10-a vurur. 740. Üstünə 2 gəlir. 742. Görürsünüz 247 ilə girmişdik. Tərsinə oldu 247. Bir dənə burada nə elədi? Deməli 10-a vurub üstünə qalığı gələndə sənə tərsin verir. Sadəcə qalıqları topladığın zaman sənə nə verir? Cəm verir. Gənclər, biz bunu
Çıxışda S-i çap elədik, həm cəmi, həm də tərsini çap edir. Bu heç. İndi mən bunun palindrom olub olmadığını yoxlamaq üçün S-də müqayisə etməliyəm. Palindrom. Bura qədəri aydındırsa, bura qədəri aydındırsa, davam edin. Bölmək istəmirəm. Baba, bunu silirəm, bunu silirəm. Və mənim palindrom olub olmadığını yoxlamağım üçün mən burada girişdə n-in, axı bu giriş qiyməti, n-in qiyməti sıfıra düşür sonda. Amma 247 ilə daxil olmuşum. 247-ni başqa bir dəyişənə verməlidir. Məsələn, yazıram ki, t bərabərdir n-ə. Artıq t-nin qiyməti 247-dir. Proses zamanı da mən 200 t-dən istifadə etmədiyimə görə t 247 olaraq qalır. Və çıxışda yoxlayıram ki, əgər t bərabərdirsə s-ə, o zaman hərdə yazsın ki, bu nədir? Palindromdur. Palindromdur. Yoxda isə yazsın ki, nə? Palindrom deyil. Deməli, palindrom ədədlər hansılar oldu? Ədədin tərsi özünə bərabərdirsə, bu ədədlər palindrom ədədlər oldu. Və bir dənəsinin üzərində həm tərsinə çevirməyi öyrəndik ədədin. Bu, istənilən rəqəmə aiddir. Yəni, 3 rəqəmli, 2 rəqəmli, 5 rəqəmli nədirsə, istənilən halda siz bunu istifadə edə bilərsiniz. Hamısında keçərlidir. Cəmi, tərsi, palindrom olub olmadığını yoxladım. İndi davam edirik. Deyir ki, ədədin tək rəqəmlərinin tərsdən düzən blok sxemur. Daxil edirəm ədədi və düşürəm aşağı. Gənclər, tərsdən düzməsi üçün bizim S dəyişəninə ehtiyacımız var idi. Ona görə isə verirəm 0. Düşürəm aşağı. Deyirəm ki, nə qədər ki, n böyükdür 0-dan. Düşdün aşağı hərdə. Bax, bayaqlarım ədədin tək-tək rəqəmlərini müraciət etdik. K bərabərdir n faiz 10. Bu bir düsturdur. N bərabərdir n tam bölmə 10. Tək-tək rəqəmlərinə müraciət etdikdən sonra nə deyir? Tərsdən düzün. Gəlirəm tərsdən düzmək üçün, amma diqqət edək, tək rəqəmlərini deyir ki, tərsdən düzün. Onda biz birbaşa bir şey deyə bilmərik. Mən bu K ədədi, K-nı tək-tək aldı bayaqlarımda məsələn. 367. İndi 7-ni, K 7-dir. 7-ni yoxlamalıyam təkdir, cüt. Tək və cütü yoxlamaq üçün 2-dən istifadə edirik. Deyirəm ki, K-nı 2-yə böləndə qalıq bərabərdirsə 0-a, bu cütdür. 1-ə bərabərsə təkdir. Mənə də tək lazım deyən qalığı 1-ə bərabər edirəm. Gəlsin hərdə, bu da yox. Tək rəqəmləri tərsdən düzürəm. Bayaq da dedik ki, tərsdən necə düzürük? Bax. Tərsdən düzməkdir. S bərabərdir. S-i vurduq 10-a, üstünə gəldik K-ya. Bu da bir düsturdur. Nə oldu bu? Tərsdən düzən. Tərsdən düzən. Çox. Gəlir, qalxır yuxarı, hər dəfə də qalxır yuxarı. Yox olanda heç bir şey eləmir, qalxır yuxarı və çapar S verdi. Deməli, neynədir? Ədədin tək rəqəmlərini tərsdən düzən bir blok sxemi qurdu. Deməli, bu nə oldu? Düstur. 10 olmasaydı burada, yazsaydım ki, S bərabərdir, S üstə gəlsin K, bu yalnızca cəmi hesablayacaqdı, cəm. Bütün ədədlərin, daha doğrusu tək rəqəmli ədədlərin cəmi. Amma tərsdən düzən dediyimə görə bir dənə də ona vurmuşuq oldu. Bura qədər kiminsə sual var mənə? Əli mütləq əvvəli izlə. İndi bizə deyir ki, bax, ədədin rəqəmləri ilə bağlı başqa nəsə varmı? Ədədin, baxın, bir dənə də deyirəm, şu ədədlə bağlı yekunlaşdırıb. Bunun o tərəfi sizdə gələcək. Elə ki, bunlar bizim açar ifa. Ədədin cüt rəqəmlərinin kublarının cəmi tək rəqəmlərinin
Kvadratların cəmini tapan proqram. Proqram nədir? Blok sxemi. Bu arada bunların proqramını da rahatlıqla qura bilərsiniz də. Çevirirsiniz. Bəlkə bunu sizə verim. Yanınızda dəftər qələm var. Zoya. Sən də yuxulusan mənim kimi yoxsa? Var müəllimə. Tamam, onda qura bilərsiniz. Bir dəqiqə sizə verirəm. Baxalım. Ədədi daxil edir. Yenə istifadəçi ədədi daxil etdi. Daxil etdikdən sonra mənə cəm deyir. 2 dənə cəm deyir. Bir dənə S üçün cəm götürürəm. Bir dənə də T üçün cəm götürürəm. T-ni də sıfır eləyirəm. Cəm deyəndə nə edirik? Sıfıra veririk. Əslində burada hasil edib T-ni şeyə də götürə bilərdik. Olsun. Deyirəm ki, mənim ədədim nə qədər ki sıfırdan böyükdür, düşsün aşağı həy. Burada ədədin yenə tək-tək rəqəmlərinə müraciət edirik. Çünki konkret düsturumuz var. K bərabərdir n faiz 10, n bərabərdir n tam bölmə 10. Düşürəm aşağı və indi baxıram ki, bu tək və cütü. Tək və cütü nə ilə yoxlayırıq? Təzədən o ki, tək rəqəm tapmışdıq K. K-nı 2-yə bölərək biz bunun tək və cüt olduğunu yoxlayırıq. Qalıq sıfıra bərabərdirsə, bu nədir? Cütdür. Cüt. Əks halda nədir? Təkdir. İndi deyir ki, cüt rəqəmlərinin kublarının cəmi. S bərabərdir. S üstə gəlsin. K ilə sən bu cüt rəqəmlərini toplayacaq. Kublarının cəmi dediyinə görə bir dənə də K-nın üstündə nə yazıram? 3. K üstü 3. Ya da ki, K-nı 3 dəfə öz-özünə vurub toplaya bilərsiniz. Yəni, daha belə deyək, praktik olaraq 3-ü necə yazacağınızı bilmirsiniz. Birdən tək 3 yazsanız, o sayılmır. Yazırsınız, K vurulsun, K vurulsun, K. Ki, birdən orada görsənməz. Tək rəqəmlərin kvadratlarının cəmi. Yenə T bərabərdir. T bərabər tək üçün T-ni götürmüşəm. T bərabər T üstə gəlsin, K vurulsun, K. Bu da oldu kvadrat. Yenə dediyim kimi üstündə yaza bilərsə ulduz 2 ilə yazmalısınız. Prosta elə eləyin ki, oradakı yoxlayan müəllim də onu başa düşsün də, yəni yazanda bal kəsməsin. Çapa gedir həm T, həm də ki S. Deyə bilərdik ki, tək rəqəmlərin hasili, cüt rəqəmlərin cəmi. Hasil deyəndə sadəcə dəyişənə 1 götürürsünüz başlanğıcda və vurursunuz. İndi bizə deyir ki, biz sizlə sərbəst həm Pythonda, həm də ki blok sxemdə ədədlər daxil etməyi öyrənməliyik. İstifadəçi ürək istədiyi qədər ədədlər. Əslində Pythonda boş siyahı yaradıb, ora yığır. Burada əslində ona ehtiyac yoxdur. Sadəcə baxın, deyir ki, n sayda ədədin cəmini tapan proqram qur, blok sxem qur. Gənclər. Yəni, sən də çıxartdırsan, onsuz bunlar bildiklərini də əsas bazar gününə qoşularsınız. Orada hazır düsturlardan istifadə edirik. Əgər yorulmursansa. Yaxşı. Sənə bu dərsə qoşulmaq şeydirsə, vaxtı aparırsa. Aparır vaxtı. Müəllimə. Hə, tamam, onda şey yapırız. Deməli, n sayda bir var, baxın, 10 daxil edirəm. İstifadəçi n. N-ə qədər ədədlərin cəmi. N-ə qədər ədədlərin cəmi deyəndə nə edirik? Yenə S-ə 0 verirəm, S-ə 0 verirəm.
Enə qədər ədədlərin cəmidir. Bax, bu o deməkdir ki, enə qədər ədədlərin cəmi. Birdən, enə də 10 vermişəm, bax, ona qədər ədədlərin cəmi. Bir də varsa, en sayda ədədin cəmi. En sayda ədəd o deməkdir ki, mən enə 5 verirəm və 5 dənə ürəyim istədiyi ədədlər daxil edirəm. 24, 5, 6, 7, 9. Gəlin birinci bunun blok sxemini quraq, sonra o birisinə keçərik. Bax, birdən 10-a qədər. Onun üçün i götürürəm, i-yə 1 verirəm. Bu i-yə verdiyim 1 enlə obşi dövrün davam etməsinə kömək edəcək. Nə qədər ki, şərt doğrudur, dövr davam etsin. Düşsün hə də, bax, i-yə 1 verdim axı. N-ə çatana qədər onun özündə götürəcək və dövr davam etsin. S bərabərdir. S üstə gəlinsin i. Bitdi, getdi. Düşürəm, i-ni də bir artırıram ki, bu dövrdən çıxa bilək də. Ona qədər davam edesin. Qurtardı. Çapda S-i çap edirəm. Bu istənilən ədəd, hər hansısa bir aralıqda verilən ədəd üçündür. Burada desəydi ki, 25-dən eyinə qədər ədədin rəqəmlərin cəmini tap, sən onda i-yə 25 verəcəkdin. i bərabər eləyəcəkdin 25-ə. 25-dən başlayacaqdıq. Endə nə daxil etmisənsə, nə daxil etmisənsə, ora qədər bu davam edəcəkdir. Və bu hər dəfə bir-bir artacaqdır. Hər dəfə bir-bir artacaqdır. 25, 26, 27, tutaq ki, eni də vermişsən 30. İndi mən i-yə 1 verdiyim halda, enə də 10 vermişəm. Birdən 10-a qədər ədədin sadə cəmidir. Birdən 10-a qədər ədədlərin cəmi. Əslində o gün hardasa düşmüşdük bu sual uşaqlar işlədəndə. Hə, 10-cu sinif notikasında düşmüşdük. Deyirəm axı bu sual hardasa qalanacaq. Birdən 10-a qədər rəqəmlərin cəmidir. Bu rahatdır. Burada heç bir problem yox. Bir də var ki, en sayda deyəndə bu i yerində qalır. Zaten dövrün davam etməsi üçün mənə i lazımdır. S-dən də istifadə edirəm. S-ə də ehtiyacım var. Bax, i-ni gətirirəm bura. Dövrün davam etməsi üçün bu i artmalıdır. Amma day hesablama prosesində i-yə ehtiyacım olmur. En sayda, yəni n-ə 5 daxil etdim, 5 dənə ədəd daxil etməli. Dövrə girəndən sonra bir dənə x dəyişəni götürürəm ki, bu x-i daxil etsin. 24-ü daxil etdim. Bundan sonra S-dən x-i toplayacaq ki, bu en sayda ədədin rəqəmlərin cəmi toplanmış olsun. Bax, en sayda ədədin rəqəmlərinin cəmi. Bizdən deyə bilər ki, baxın, x hər dəfə 24 aldı, topladı, 5 aldı, 6, 7, 8. En sayda ədədin cəmidir. En sayda istifadəçi nə qədər istəyirsə o qədər ədəd daxil. İndi sualı belə verə bilər ki, belə bilər ki. Bax bu sual təzədən bir də baxın. Bazar günü keçəcəyim dərsi başa düşməyiniz üçün mütləq. Desə ki, en sayda ədədi ortasını tapın. Bax, cəm var. Cəm var. Cəmlə bağlı heç bir problemimiz yoxdur. Cəm buradadır. Cəm buradadır. Ədədi ortada nə lazımdır bizə? Saya bölmək, düzdür. Əslində sən bunu i-yə də bölə bilərsən. i-də var. Yəni s-i böldün i-yə oldu nə? Say. Enə də bölə bilərsən. En say da demişsən axı. Enə böldün, sayı daxil eləmişsən də. Ədəd orta nədir? Ədədin rəqəmlərinin cəmini saya bölmək. Yox, özün əlavə dəyişən götürmək istəyirsənsə, məsələn, əlavə dəyişən mən əvvəlcədən ilk dərslər keçəndə göstərirdim uşaqlara ki, nəyin nə olduğunu görsün. Amma indi ehtiyac yoxdur. Düşünürəm ki, ən azı nəsə öyrənmişikdir. Məsələn, k-yə verə bilərsiniz 1, 0 daha doğrusu. Və burada k bərabərdir, k üstə gəlinsin, 1 edə bilərsiniz hər dəfə. Ki, həm ədədləri toplasın, həm də bu ədədləri saysın. Çıxışda s-i k-yə bölə bilərsiniz. Amma heç buna ehtiyac yoxdur. Axı sən en sayı da daxil etmirsən, sayı əvvəlcədən vermirsən. Cəmi saya bölə bilərsən və bununla da ədəd ortanı ala bilərsən. Bu ixtiyari sayda ədədlərin ədəd ortasıdır, ixtiyari. Yəni, burada hər hansısa bir aralıq yoxdur. Aralıq olsaydı, bayaqki kimi, məsələn, x-i verməsəydim, aralıq olmayanda neynədik? S-nə i-ni topladıq, düzdür. Sonda yenə s-i bölərsiniz i-yə bölə bilməm. Hə də say, sonuncu ədəd onu saydı. Bu ədəd orta bölər. Amma ixtiyari deyəndə, bax, ixtiyari nəsə daxil etmək deyirsə, sən mütləq burada x ədədin ixtiyari sayda daxil etməlisin. Mütləq.
Sonra burada nə var? Hə, əvabı da deyim burada. Rəqəmlərlə bağlı demədiyim nəsə qaldı, Rəna? Evet. Məncə az-az hamısından keçdik. O satdığım blok sxem dərslərinə də baxın. Bazar günü standart alqoritmlərə baxacaq. Yəni standart halda hansılar hazır düstur kimi düşə bilər, onlara baxacaq. Gəlin faktorialın tapılmağını verim sizə. Çünki bazar günü geri qaytarmasına da baxacaq. Bir dənə faktorialın tapılmasını təzədən şey eləyərəm. Faktorial nədir? 1 vurulsun, məsələn 4-ün faktorialı, 2 vurulsun, 3 vurulsun, 4 vurulsun, 5, düzdür? Bu oldu 5-in faktorialı. İndi mən bu faktorialı tapmaq üçün multiplikasiyalı dövrdən istifadə edə bilərsiniz çox rahatlıqla. Nədir? Daxil edirəm, hara qədər? Deyirsən ki, 1-dən 5-ə qədər, 1-dən 10-a qədər ədədlərin faktorialın tapılması. Hansı ədədin faktorialın tapılmasını istəyirsən? N ədəd. Sən daxil edirsən. Düşürsən aşağı, deyirsən ki, onsuz faktorialda nədir? 1-1 artır da, 1-dən 2-yə hamısına vurur. Deyirsən ki, i bərabərdir 1-dən n-ə qədər. Gənclər, buradakı addım, normalda bilirsiniz də, n-dən sonra addım görsənir. Addım 1 olanda heç vaxt yazılmır. Və forda biz n-in özünü götürmürük, amma algoritmdə götürürük. Bu n götürülür. Ona görə n üstə gəlsin 1 falan yazmağa ehtiyac yoxdur. Elə 5-in özünü də götürəcək. F-ni yazırsan ki, S bərabərdir, S vurulsun i. Və S-i i-yə vururamsa, deməli, burada girişdə S-ə nə verməli idi? Bir qiymətini verməli. Axı vurma var hasildir. Heç nə qalxdı yuxarı və yoxda da çap elədi nə? Bu hə halıdır. S-i çap elədi. Deməli, bu faktorialın tapılmasıdır. İstənilən ədədin faktorialını bundan tapa bilərsiniz. Və yaxud da ki, bundan tapa bilərsiniz. Yenə n-i daxil etdik. Burada n-in artma ardıcıllığını sən bir dəfəlik verirsən. Bu blok sxemdə artıq n-in artma ardıcıllığını özün göstərməlisən. i-yə 1 verirəm. S-ə də 1 verirəm, düşürəm aşağı. Dövr üçün, obşi dövr üçün i ilə n-i vururam. Yəni, burada da əslində elə bir şeydir. Yəni, s-i vururuq nəyə? i-yə, faktorialda axı hər dəfə vurmalıyım. i də bir vahid artırıram. Qalxıram. Yoxda da çap edir. Nəyi? S-i. Burada hazır şəkildə yaz. Addımları birbaşa verdik. Burada amma hər dəfə i-yə vura-vura getdik. Burada da i-yə vurmuşuq. Ha, gövdə eynidir, diqqət eləsiniz. Bir dənə n ilə bağlıdır problem. Şərtlər və i-nin qiymətləri dəyişir. Hər ikisi hər halda nəyin tapılmasıdır? Faktorialın tapılması. Hər ikisi faktorialın tapılması. Bazar günü faktorialdan geri qayıtmağı da öyrənəcək. Çünki keçən il proqramı qurulub, ola bilsin ki, blok sxemi də düşə bilər. İndi keçid edirəm faktorial. Elə bura qədər gəlmişkən qoy onu deyim ki, bunu özüm ilə tez deyim. Məsələn, deyirik 1-dən 100-ə qədər cüt ədədlərin hasili, cəmi və s. və onu da multiplikasiyalı dövrlə çox rahatlıqla vura bilərsiniz. Bax, mən də çox möhtəşəm çəkirəm, amma olsun da. Siz başa düşürsünüz. İyə qiymət verirəm. Tutaq ki, 1-dən 100-ə qədər. 100-ə qədər. Düzdür. İstifadəçi təyin edə bilər bu 100-ü. Tutaq ki, istifadəçi təyin etsə, buraya n yazırsan, 100-ün əvəzinə n yazırsan da. Desək ki, 1-dən 100-ə qədər ədədlərin cəmini tapan. S-ə verdin 0, düzdür. Düşdün aşağı. S bərabər S-lə i-ni topladı. Qalxdı yuxarı. S-i çap elədi. Amma indi desək ki, 1-dən 100-ə qədər cüt ədədlərin cəmi deyəndə gənclər. i-nin başlanğıc qiyməti normalda bu normal i-lər üçündür. Mən burada şərti dəyişib qoyacağım. 2-də ilk cüt ədədi götürəcəm. 100-ə qədər və hansı addımdan? 2 addımdan. Çünki 2, 4 addım burada var, axı addım önəmlidir. Burada addım 1-dir. 1 heç vaxt yazılmır. Все. 1-dən 100-ə qədər cüt ədədlərin cəmi. Tək ədədlərin cəmi desə, heç nə 1-dən 100-ə qədər sadəcə burada yenə 2 addımdan yazıram. Çünki 1-in üstünə 2 gəlir, 3 eləyir. Yenə doğrudur. Hasili deyəndə eyni ardıcıllıqla olur. Sadəcə hasil deyəndə S-i vurursunuz, i-yə və S-in başlanğıc qiymətini 1 verirsiniz. Bu mavilər nədir? Hasil. Qaralar nədir? Cəmdir.
Silvəcə. Hmm, ta ki tək və cüt ədəd demədi. Nə bilim 3 addımdan bir dedi. 4 addımdan bir dedi. Addımı sadəcə artırırsınız. Yaxşı. İndi, indi biz əbobun standart halını yazacağım indi. Bazar günü müxtəlif hallarında yazarıq. Fərqli hallarında. Fibonacci sırasına, onu da bazar günü baxarıq. Əbobun hallarına baxırıq. Əbobu necə daxil edə bilərik? Bax, əbob nədir? 15 ilə 30-un əbobu nədir? Nədir şəlalə 15 ilə 30-un əbobu? 15 mən. 15. 15-i indi bilmirəm siz şeydə necə alırsınız, riyaziyyatda. Bölə-bölə. Yəqin ki, şeylə alırsınız da, çubuqla bölməyin. Amma biz sizlə keçmişik, elə hər dəfə də rastımıza çıxır ki, biz həm bunu, bax, faizlə ala bilərik. Tutaq ki, A-nı B-yə bölməkdən qalıq götürürük. Biz bilirsiniz, qalıqda da çıxırıq. Ya da ki, A bərabərdir, A-dan B-ni çıxaraq, B bərabərdir, B-dən A-nı çıxaraq. Əslində bunu blok sxemi tətbiq edirik. Əvvəl dediyinə görə 2 dənə dəyişən götürürəm və düşürəm aşağı. Nə qədər ki, bunlar bir-birindən deyirəm fərqlidir, A fərqlidir, B-də. Fərqlini bu cürdə yazarsınız, bu cürdə yaza bilərsiniz. Hər ikisi doğru. Düşürəm aşağı və deyirəm ki, əgər A B-dən böyükdürsə, A-dan B-ni çıx. Əksi halda yox halında, yox halında. B-dən çıxan, B-dən çıxan. Və hazır bu gün düsturlarla işləyir. Düşür aşağı, qalxır yuxarı. Yenə burada bir-birindən fərqlidirlərsə, 30-dan 15-dən 31 dəfə gövdəyə girirsən də. Bir-birindən fərqlidirlərsə yenə düşəcək aşağı. Hansından böyüksə çıxacaq. Və çıxışda biz burada fərq yoxdur. Ya A-nı ya da B-ni çap etdiyimiz zaman biz alırıq əbu. Yəni standart, əgər yadınızda qalmışsa ki, bu necə baş verir, bir-birindən çıxarıq alırıq. Yəni həmin o hissəni də bura tətbiq elədik. Düstur kimi yadınızda saxlaya bilərsiniz. Və yaxud da ki, indi ola bilər ki, əkop dedi. Əkop da burada çox rahat əslində əkobun tapılması. Əkop. Yəni bu şeydə də belədir ha. Proqramın qurulmağında da belədir. Əkop deyəndə sadəcə əkop üçün bizə bunların ən başda bunların ikisinin hasili lazımdır. Yəni mən burada dövrə girməmişdən qabaq yaşımdan götürürəm əkop axtarım. Bura girməmişdən qabaq bir dənə C dəyişəni götürürəm. C-ni vururam B-yə. A-nı vururam B-yə, C-yə mənimsədirəm. Görürsünüz, gövdədə bura düşdüyüm zaman C-dən heç istifadə etməmişəm. Deməli, A-nın ilk qiymətlərində C-ni, A ilə B-ni bir-birinə vurub C-yə mənimsətmişəm və C hələ özündə saxlayır. Əgər mən çıxışda bu əkobu tapmaq üçün C-ni bölsəm A-ya, bu mənə verəcək əkob. Deməli, bir-birindən fərqlidir. Əkobda sadəcə nəyə ehtiyac var? Başlanğıcda bir-birinin hasilinə. Bu oldu. Təkcə A-nı çap edirəmsə, hasilsiz. Bu olur əbu. Yox. Başlanğıcda hasil tapıb sonra bunun A-ya bölürəmsə, bu olur əkob. Bax, buradan biz bunun qarşılıqlı sadə olub-olmadığını tapa bilərik. Bunu da tapmaq üçün nə edirik? Qarşılıqlı sadə olub-olmadığını tapmaq üçün. Sadəcə bax, burada gəlirəm. Deyirəm ki, A fərqlidirsə, daha doğrusu A 1-ə bərabərdirsə, hədə yazsın ki, bunlar qarşılıqlı sadə ədədlərdir. Yox da yazsın ki, deyil. Belə bir şey. Qarşılıqlı sadə olub-olmadığını tapmaq üçün də yenə hasilə ehtiyacımız yoxdur. Sadəcə çıxdıq dövrdən. A-nı 1-ə bərabər edirik. Bərabərdirsə qarşılıqlı sadə deyilsə, getdi. Deməli, bir dənəsinin üstündə həm o qəbubu, həm əkobu, həm də iki şeyi tapa biləriz. Gənclər, biz normalda buradan çıxa bilərəm. Bununla bağlı kimsə sual varsa versin.
Biz normalda ne edirik? Ee, Pythonda daha çox tapırıq. Ədədin bölənləri var. Bazar günü onu daha belə geniş şey eləyərəm, amma indi bir dənə baxaq. Ədədin bölənləri var. Bölənlərin Pythonda necə tapırdıq? Deyirsiniz ki, A bərabərdir int input. For I in range. Nə deyirik? Adam i-dən a-ya qədər. Düzdür. A-nın özünü də götürsün də, plus 1. Bölənlərini tapırsınız. Nə edirsiniz? Hər dəfə A-nı, deyirəm ki, əgər A-nı hər dəfə i-yə bölürsünüz. I zaten artırıda onsuz a-ya qədər qiymət. Və qalıq sıfıra bərabərsə, printə çap edirik i. Bu onun olur bölənlər. İndi bizdən soruşa bilər ki, bu lox sistemdədir. Ki, ədədin bölənlərini tap. Bunu da multiplikasiyalı dövrlə də yaza bilərik gənclər. Çox rahat multiplikasiyalı dövr var da bizdə. Range nə ilə əvəz edir? Yəni A-nı daxil edirəm. A-nı daxil edirəm. Bölənlərini tapırıq da ədədim. Deyir ki, blok sistemin qrup. Deyirəm ki, bax, bayaq kimi. Düşsün aşağı. Hardan hara qədər geçsin? i-dən i bərabərdir. Hardan başlayırıq? 1-dən. Bu arada bu 1-də yazmışam. 1-dən a-ya qədər. Prosta burada A-nın özünü götürür deyən də heç bir şeyim yoxdur. Hər dəfə deyir çap eləsin də, heç nə. Düşürsüz təzən burada, şərtdə yoxlayırsınız. Əgər A-nı, da burada if yazmırıq da, if bizim bu blok sxemimizdir. If-i bu əvəz edir. A-nı i-yə böləndə qalıq sıfıra bərabərsə, hədə gəlsin, həmin i-ni elə çap eləsin. Çox tarifdir. Yoxda da heç bir şey eləməsin. Zaten dövrdə özü davam edir də hər dəfə. Buranın yoxunda da yazacaq ki, son. Ədədin bölənlərində. Əslində buradan sadə və mürəkkəb olmadığını tapa bilərik. Çox rahatlıqla. Onda uşaqlar, əgər ədədin həm i-nin özünü, həm də a-nın götürürəmsə bir problem yoxdur. Amma yadınızda saxlayın. Ta ki, o ədədin sadə olub olmadığını axtarıram. Onun bölənləri nədir? 1-dir, 2-dir, 5-dir, 10 özüdür. Zaten və yaxud da ki 17-ni bölənlər hansıdır? 1 və 17-nin özüdür. Görürsünüz. Burada 1-in və 17-nin özünü götürürəmsə, zaten 2 dənə, 17 sadədir, amma 2 dənə böləni götürürəmsə, çıxışda 2-yə bərabər eləməliyim. Yox, 17 və 1-in özünü götürmürəmsə, 0-a bərabər etməliyim. Onun indi onu burada A-dan onu daxil edəndə, zaten 1 ilə onu avtomatik olaraq alacaq. Sayırıq da bunun üçün də, düzdür. Burada da S-ə verirəm 0. Və burada çap işləmi aparmıram, yazıram ki, S bərabərdir, S üstə gələnsin 1. Yəni bölündükcə. Və çıxışda yenidən şərt verməliyəm. Çıxışda yenidən şərt verməliyəm. Şərt nə olacaq? Deyirəm ki, S-in qiyməti. Mən ədədin özündə, biri də götürdüyümə görə, özündə götürdüyümü S-i nə ilə müqayisə edəcəm? 2 ilə. Çünki zaten 1 ilə onun özünü alır da. 2-yə bərabərdirsə, ədəd çıxış versin ki, bu nədir? Sadə və mürəkkəb olduğunu axtarırıq da. Düzdür, ədədin sadədir, əks halda mürəkkəb. Sualımız var bununla bağlı. İndi gəlin, əslində yazmışıq, amma bir də şeylərə bax. Bunlar bizim təməl bilgilərimiz. Elə ki, əlifbamızdır. Əlifba. Mən bunu şeydə var idi, buradakilə sual işləmək istəyirəm, özümdən sual vermək istəyirəm. Çünki suallar bilirsiniz də. Algoritm neçəncidə idi? Bunun sırf algoritm üçsü.
6'dır. Hə. Və burada belə bir sualımız var. Bunların blok sxemi heç burada yox imiş. Və 29-a baxaq məsələn. Ədədin müsbət mənfi 30-a da baxarıq. Əlifbalardır demək dost. Aslında mən bunu istəmirdim. Sözün ev yox buna baxaq. O birisinə baxmaq istəyirdim. Və bu 29-u indi qeyd elədim. Bir dənə sürətli şəkildə yaza bilərsiniz mənim üçün. En saydı. Bax, bunu dedik. En saydı ədədin. Bax, istifadəçi eni daxil etdi. Düzdür. En saydı. Say daxil etdi. Ədədin müsbət ədədlərin ədəd ortası, mənfilərin isə hasil. Bax, düşürəm aşağı. Ay şurada mən çox iyi becər yazdım. Gəlin bunu atım şeyi burada yazın. Bəlkə burada daha sərgər yaza bilər. Eni daxil etdi. Bu sayt istifadəçi deyir ki, 5 dənə ədəd daxil edirsiniz. 5 dənə ədəd içərisində bu ədədlərin müsbətçisi onların ədəd ortası, mənfidirsə hasili. Və müsbət olanlar üçün ayrıca bir blok sxemi açdıq. Müsbətdirsə ədəd orta. Ədəd orta üçün S götürürəm, S-ə verirəm 0, K-ya da verirəm 0. Ədəd orta üçün mənə lazımdır cəm, bax bu cəmdir. Bu da saymaq üçündür, saymaq üçün. Mənfi olanların isə hasilini dedi, düzdür? Hasil üçün, bax, bu mənfilər üçün də bir dənə dəyişən lazımdır. Hasil üçün bir dənə dəyişən götürməliyəm. Bu dəyişənimiz də olsun. A dəyişən. A-ya verim. 1 hasil daxil bu. Aha. Başqa nəsə deyir? Yox. Bir dənə də uşaqlar dövrün davam etməsi üçün, obşi dövrün davam etməsi üçün i-yə 1 qiymət verirəm. Obşi dövr. Düşürəm aşağı, birinci obşi dövrü qoyuram. Obşi. Düşürəm həyə. Bax, burada gövdə baş verəcək. Bilmirəm gövdədə nə baş verəcək. Biz buradan çıxanda. İnin qiyməti mütləq 1 vayd artırmalıyıq ki, neyini? Gələk bu hissəyə çataq. İndi gör, burada nə baş verir? En sayda ədəd daxil edir. En sayda ədədə istifadəçi daxil edir. Ürək istədiyi ədədlər. X ədədi daxil edir. İndi bu X ədədi müsbət yoxsa mənfi olduğunu yoxlamalıyıq. Necə yoxlayacaq? Deyirəm ki, əgər bu X ədədi 0-dan böyükdürsə, deməli bu müsbətdir. Əks halda mənfidir. Düzdür. Düşürəm aşağı. Müsbətlər üçün nə dedi? Ədəd orta. S-in üstünə X-i gəlirəm. Buradan da K-nı bir vayd artırıram. Bax, mən saya da bilməliyim. Mənfi ədədlər üçün nə dedi? Mənfi ədədlər üçün onu dedi ki, hasili dedi. Mənfi üçün başlanğıc qiymət A götürmüşəm. A bərabərdir. A-nı vururam X-ə. Qurtardı, getdi. Qalxıram burada. Çapda həm S-i verirəm. S-i bölürəm K-ya. Bu ədəd orta oldu. Sonra vergül qoyuram. Bir dənə də A-nı çap edirəm. Tamam. Tamam, 30-a da baxın uşaqlar. Sonda da bir dənə özümün resmen niyə o yaxın? Ay uşaqlar, bax mənim heç nədən xəbərim yoxdur. Bu X-i zaten daxil edəcəm. Həm X-i daxil edirik. Deməli, istifadə edəcəm. Həm də eyni. Düşür aşağı. İyinin başlanğıc qiyməti var, buradan götürürəm. Bu iyi olsun. 2-dən 3-ə gedir. Nə qədər artır verir? Bax, əslində bunu bir dənə iyinin içərisində yaza bilərik. Amma görürəm ki, mənim üçün çox çətindir. Mən qarışıq heç bir şey yaza bilmirəm. Heç nə, çox rahat. Növbəti 2 üçün də bir dənə dəyişən götürəsən onda. Bunun üçün də K götürürəm. Üçün i-ni vurdu K-ya. I bura gələndə 1 vayd artdı. K bura gələndə 2 vayd artdı. Bitdi. Çox möhtəşəm. X-lə bir işimiz yoxdur zaten. X-in üstündə nə yazılıb? K-nı yazıb, yoxsa i-ni? Bax. Heç birini yazmayıb uşaqlar. Heç birini yazmayıb. Yenə bunu i ilə ala bilərdik. Amma yox, baxıram ki, ala bilmirik. Çətin gəlir. Onda heç nə. Bax, bu 1 üçün də bir dənə də hərf götürəsən. Hərfdən çox hərf. Bu da olsun A hərfi.
Bu da baxıram ki, 1-dən 3-ə gedib, bu da 2-2 artır. Aralarında toplama işarəsi var. Gəlin bu sizin üçün də indi ilk dəfə üçün çətin olacaq. Əslində, yox, yox, biri müsbət, biri mənfidir, sorry. Hə, biri müsbət, biri mənfi üçün də çox rahat bir üsulumuz var. Gəlin onda bunu K eləməyim, bunu T eləyim. Biri müsbət, biri mənfi üçün biz həmişə K götürmüşük. Bax, K. Başlanğıcda mənfidirsə, K-nın qiyməti olacaq mənfi 1. Müsbət olsaydı müsbət 1. Dəyişdirmək üçün hər dəfə K və S eləyəcək. Bax, burada gördüyümüz hərflər var, onu düzürəm. Obşi dövrün davam etməsi üçün ki, bilirsiniz bizə nə lazımdır? İyə 1 vermək lazımdır. İndi burada bunları saxlayıram. Bax, hansı dəyişənlər götürdüm? K. K-ya yazıram -1. Sonra I. I-yə verdim 2. Sonra T götürmüşəm. T-yə vermişəm yenə 2. 2 ilə başlayıb hər ikisi. Sonra A götürmüşəm. A-ya vermişəm nə? 1. Şu. Düşürəm aşağı. Hamısını bir yerdə bir dənə I ilə də yaza bilərdik ya. İndi çətin gəlib də. Bəzilərinizə çətin gəlir. Hamısına ayrı-ayrı hərf verdim. Bitdi, getdi. Düşürəm aşağı. Deyirəm ki, nə qədər ki şərt doğrudur, dövrümüz davam etsin. Və düşsün həyə. Baxaq görək hərdə nədir? Bax, uşaqlar. Bax, birinci yerdəki yazılan var. Bax, burada, bax, burada yazılan. Bax, burada yazılan. Onu bura mənimsədirəm. Bu arada S-in başlanğıc qiyməti 0-dır, heç onu verməmişim. Yazıram, S bərabərdir. Bax, bu da bir S-dir, növbəti də bir S-dir. Ona görə S bərabərdir. S üstə gəlirsin. Birinci nə yazmışıq? K yazıram. K vurulsun. Bu arada K-ya -1 vermiş. K vurulsun. Sonra nə yazılıb? Kəsr xətti. Bunu elə belə çəkirəm, amma siz şeydə yazanda belə drop olaraq yazsanız daha yaxşı olur. İndi başa salmaq üçün yazıram. X-in X yerində qalıb. X-in üstünə nə yazmısan? A. Yazdıq bura. X-in üstündə yazılanı A ilə əvəz etdim. Buradakı 2-ni nə ilə əvəz etdim? I ilə. Vurulsun. Buradakı 2-ni nə ilə əvəz elədim? T ilə. Qutardı, getdi. Bitdi. İndi düşürəm burada. Bax, bunlar bura keçəndə axı qiymətlər artır, onları yazıram. K-nı mənfi K ilə əvəz elədim. Çünki bu dəfə mənfi K olanda müsbət verəcək. Getdi. Sonra X-in yuxarıdakı A ədədi bu tərəfə, bu bir X-in üstündən keçəndə 3 olub. 1 idi 3 olub. Deməli, bu nə qədər artıb? 2. 1-in üstünə 2 gəlib 3 olub. Sonra I 2 idi 3 olub. I bərabərdir. I 1 vaydı artıq. Bu arada mən i vermişəm, nəysə, dövr üçün. Hətta hə, olar. Buradakı buna ehtiyac yoxdur, gənclər. Obşi dövr üçün ayrı dəyişən götürmək istəyirdim, ehtiyac yoxdur. i-ni vermişik, aşağıda var. I-nin qiyməti neçədir? 2-dir. Üstünə nə gəldi? 1 gəldi. Sonra nədir? T götürmüşəm. T-yə nə vermişəm? 2-dir, amma 2 olub 4. Deməli, T-nin üstünə nə gələcək? 2 gələcək. Su qalxdı yuxarı. Çıxışda S-i çapa verəcək. Bitdi, getdi. Bu qədər rahat. Bir də mən sizə nə demək istəyirdim? Qoyun, onu da deyim, yekunlaşdırıq. Bu oldu bizim blok sxem qurmaq üçün əlifbamız. Əlifbamız. Şey verilir, A bərabərdir, tutaq ki, X üstə gəlsin, X, tutaq ki, X kvadrat üstə gəlsin, 2, X kub üstə gəlsin, 4. Neysə. Vericilərini qoyun. Bir X 5-dən böyükdür, X 2-dən kiçikdir. Bir də ki, bunun blok sxemini quraq. Bunun blok sxemini quranda və yaxud da ki, sualda düşür ki, neçə dəfə blok sxemi? Bir dənə ədəd çəkirik. Bu olsun 0. Burada yazılan rəqəmlər var. Onların hər birini bura qeyd edir. Və özündən bir vahid çox dərarlıdır. Burada mənfi ədəd qeyd edir. Deyir ki, bax, 5-dən böyük ədədlər üçün blok sxemi quraq. Bax, x-i daxil edirəm, x-i daxil edirəm. Düşürəm aşağı, bu blok sxemi qururam. Zaten birinci həmişə qurulur. Keçən dəfə sizə dedim ki, əgər sayını soruşsa, bunun sayı ya 3 olacaq, ya 2 olacaq. Başqa heç bir şey ola bilməz. Deyirəm ki, x böyükdürsə 5-dən, hərdə gəlib neynəsin? Neynəyəcək? X-dən x-i toplasın. A bərabərdir, x üstə gəlsin x. 5-dən böyük ədədlər ədəd oxunda silirəm. Yəni, 6, 7, 10, 15 nə daxil etsəm bura gələcək. Sonra keçirəm yoxa. Yoxda ikinci blok sxemi də qururum. Hansılardır? 2-dən kiçik. 2-dən kiçik ədədlər ədəd oxunda hansı ədədlərdir? 1, 0, mənfi ədədlər.
Deməli, burada 1, -5, -6, 0 qoysa gəlib deyəcək ki, 2-dən kiçikdir və hədə gəlib nəyi hesablayacaq? A bərabərdir. X kvadrat üstə gəlsin 2-ni. Yoxda üçün, yoxda. Baxın, yox üçün. Baxıram ki, görüm üçüncü bunu çəkirəm yoxsa yox. Bunu çəkib çəkməməyimin qərarı bura baxıb verirəm. Bax, buradakı şərt ədəd oxunda 2, 3, 4, 5 ədədləri qalır. Buradakı şərt, buradakı şərt. Yerdə qalan bütün ədədləri ödəsə, çəkməyəcəm. Ödəsə, yalnız yazacağım bura ki, A bərabərdir, x kubu üstə gəlsin 4. Ödəsə. Ödəməsə, məcburam ki, həmin o şərti də çəkəm. İndi baxıram ki, burada x-ən qiymətinə yalnız nəyi ödəyəcək? 2-ni ödəyəcək. Yalnız nəyi ödədi? 2-ni. 2-ni silir, amma yerdə ədədlər qalır. Qalmasaydı, yerdə ədəd qalmasaydı, çəkməyəcəkdim. Amma yerdə ədəd qalır. Bax, 3, 4, 5. Bax, bu blok sxem. X-in qiyməti 3, 4, 5-i qoyanda heç nə çap etməməlidir. Çünki hesablamalı bir şey yoxdur burada. Yerdə ədəd qaldığına görə mən blok sxemi çəkəcəm. X bərabər 2 deyirəm. Əgər x 2-yə bərabər olsa istifadəçi daxil isə, deyəcək A bərabər x kubu üstə gəlsin 4. Yox halında, yox halında, yox halında. Gələcək deyəcək ki, məsələn, x-in qiyməti 3 olanda burada ödəmədi, burada ödəmədi, burada ödəmədi. 4 olanda da heç birində ödəmədi. Deyirəm ki, heç nə, heç nə. Sıfır. Oldu mu? Bunu bir dənə stop edeyim.